10 manata kartımız. Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audio yazı yayılıb. Audio yazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən ekokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir. Həmçinin o da aydın olur ki, 2 uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin. Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur. İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktor vəzifəsini icra edən direktor müavini Təranə Rəcəbli də məlumatlıdır. Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov isə iddiaları qəti şəkildə təqzib edib.